Azərbaycan möcüzələr diyarıdır. Yəni bizdə o dünyanın heç bir o məntiqə sığmayan qanun qaydaları bizdə Azərbaycanda var. Hüquq müdafiəçisi Əhməd Rəhmanovun autizm sindromundan əziyyət çəkən oğlunun yanvar ayında 18 yaş tamam olub. Bu zaman onun əlilliyə görə, valideynlərin isə əlilliyi olan şəxsə qulluğa görə aldıqları müavinətlərin verilməsi dayandırılıb. Azərbaycan qanunvericiliyinə görə 18 yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxslərə təyin edilən müavinəti həmin şəxslərin qəyyumları ala bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmadığını isə məhkəmə müəyyən edir. Valideyn isə deyir ki, qəyyumluğa yalnız uşağın 18 yaş tamam olduqda müraciət etmək mümkündür və onun təyin olunması bir neçə ay çəkir. Mart ayının 16-sı axırıncı məhkəmə icrası olub, bayramdan qabaq. İndi nə vaxt məhkəmə bunu yazacaq, nə vaxt qərarı göndərəcək icra hakimiyyətinə, nə vaxt icra bizi çağırıb, bizi komissiyaya göndərəcək. Sonra komissiyadan gələndən sonra icra nə vaxtı bu təyin edəcək, bu nə vaxt olacaq mən bilmirəm. Əhməd Rəhmanovun sözlərinə görə eyni problemlə üzləşən başqa əlil valideynləri də var. Məsələn, mən adam tanıyıram ki, həmin adam noyabr ayında ekspertizaya gedib, noyabr ayında gelmişdi. Yanvar ayının ortalarına qədər bu adamın cavabı gəlib çıxmamışdı. Ekspertiza uzadır, aynen işimiz çoxdur, nə bilim nə belə. Ümumən bu proseslər gəlir 7-8 ay çəkir, ən aşağısı deyirəm. Məsələn, bütün əlləri mən sosial şəbəkədə bunu paylaşanda valideyn əlillərdən daha doğrusu biri yazdı ki, şəxsən mən il yarım çəkmişəm. Autizmlə Mübarizə İctimai Birliyinin sədri Çiçək Məmmədli isə əlil qız üçün qəyyumluğu 7 aydan sonra ala bildiyini deyir. Lakin o əlavə edir ki, əsas problem ötən müddətdə yığılan əlillə qulluğa görə müavinətin verilməməsidir. Deyirəm ki, bəs 7 ayını niyə vermirsiniz? Deyir, oradakı tarix nədir? Biz onun pulunu verəcəyik. Ondan qabaqçı pulu verə bilmərik. Get məhkəməyə müraciət elə. İndi mən də getdim məhkəməyə. Məhkəmə dedi ki, get dost xidmətindən bir kağız gətir, arayış gətir ki, nəyə görə verməyik? Siz inanın, dost xidmətində mənə dedilər, gedin evə sizə zəng gələcək. Bir arayış vermədilər ki, mən məhkəməyə müraciət eləyim. Bu boşluqlar, bu qanun boşluqları kimə və nəyə lazımdır? Bu bir. İkincisi də ki, qanunda niyə qoymurlar ki, ana avtomatik qəyyumudur? Onu niyə bu qədər imtahana çəkirsiniz? Niyə bu qədər yoxluyursunuz? Niyə bu qədər bir illərlə saxlayırsınız? Nəyə görə? Kimə və nəyə lazımdır bunlar? Valideyni incitməkdən başqa bir şey deyil. Əhməd Rəhmanov deyir ki, müavinətlər aylarla ödənmədiyinə görə bankdan kredit götürən əlil valideynlər də var. Ən aşağısı deyirəm, 7-8 ay ərzində olan müddətdə heç kimi maraqlandırmır ki, bu əlilliyi olan şəxs nə yeyir, nə içir. Əhməd Rəhmanov və eyni problemlə üzləşən digər əlil valideynləri Dövlət Sosial Müdafiə Fondunda rəsmi qəbulda olsalar da, onlara bildirilib ki, məsələ qanunvericilikdən irəli gəlir və qurumun bu vəziyyətlə bağlı hər hansı müdaxilə imkanı yoxdur. Qurumun mətbuat xidmətindən suallarımıza cavab almaq isə mümkün olmayıb.